Bismillahirrahmanirrahim. Allah'ın salamı olsun değerli Müslüman bacı kardeşlerimin üzerine. Başta İmam-ı Zaman ağamız olmakla ve onun naibi Hazreti Ayetullah Seyyid Müçtəba İmam Xamini ağamıza, siz əzizlərə bu bayram münasibətilə göz aydınlıq verirəm. Allah tutulan oruc ve ibadet itaatimizi âli dərəcədə qəbul eləsin inşallah. Əlbəttə bu mübarək ayda biz əzizlərimizi itirdik, məxsusən əziz izzətli rəhbərimiz Seyyid Əli Xamini ağamızı və onun yaxınlarını, bütün müqavimət cəbhəsi ki, haqq uğrunda vilayət yolunda canımla, malımla cihad etdilər. Həm də baş sağlığı verirəm. Allah yeryüzündə olan virus, məlğun, siyonizm, Amerika, İngiliz, İsrail, Britaniya, bütün qərb və onlara xidmət edən nə qədər tağut zalim var, hamısını inşallah tez bir zaman zəlil-i xar məhv nabud eləsin inşallah. Selamun aleyküm və rəhmətullah və bərəkatuhu.